Salam hər kəsə. Bu gün insan orqanizmində böyük və kiçik qan dövranı haqqında qısa məlumat verəcəm. Bilirik ki, insan orqanizmində ürəyimiz 4 kameradan təşkil olunmuşdur. 2 qulaqcıq və 2 mədəcikdən. Deməli, mən bu istiqamətdə, yəni sağ tərəfdə sol yazmışam, sol tərəfdə sağ yazmışam. Bizim ürəyimiz güzgünün əksi istiqamətində, yəni bizim sağ tərəfimizdə sol olacaq, sol tərəfimizdə sağ yazılacaq. Yəni bizim sağ tərəfimizdə sol qulaqcıq və sol mədəcik yerləşir, sağ tərəfimizdə isə sağ qulaqcıq və sağ mədəcik yerləşəcəkdir. Və görürəm ki, buradan bizim qulaqcıqlarımız, yəni sol mədəciyimizin divarları sağ mədəciyə nisbətən qalındır. Və burada mən xətt çəkmişəm. Görürsünüz də yəqin ki, bu xətti. Bu xəttimiz qapaqların olduğunu göstərir. Burada bizim sol qulaqcığımızla sol mədəciyimiz arasında 2 taylı nə yerləşəcək? 2 taylı qapaqlar yerləşəcək. Bu qapaqlar qanın mədəcikdən qulaqcığa getməsinin qarşısını alacaqdır. Bizim sağ qulaqcıqla sağ mədəcik aramızda isə 3 taylı qapaq yerləşir. Bu 3 taylı qapaqlar da yenə eyni şeydir. Yəni qanın mədəcikdən qulaqcığa getməsinin qarşısını alacaqdır. İndi keçək böyük qan dövranı haqqında göstərim. Böyük qan dövranımız bizim, deməli, götürürəm buradan başlayır da, mədəcikdən başlayacaq, gələcək hara? Sağ qulaqcığa yuxarı aşağı boş vena vasitəsilə gələcəkdir. Bunu çəkim uzun bir formada yazım. Deməli, necə olacaq? Götürürəm qırmızını. Deməli, bütün orqanlara arterial, yəni bütün orqanizmimizə, bütün orqanlarımıza arterial qan gedir. Arterial qan gedəndən sonra kapilyarlara şaxələnir. Kapilyarlara şaxələndən sonra orqanizmimizdə olan zərərli maddələr vena vasitəsilə nə olur? Vena vasitəsilə gələcək, yuxarı aşağı boş vena vasitəsilə bizim sağ qulaqcığımıza gələcək. Buraya yazıram, yuxarı aşağı boş vena. Boş vena. Bunların sayı da 2 dənədir. Bir dənə yuxarı boş vena, bir dənə də aşağı boş vena. Yuxarı boş vena bizim yuxarı orqanizmimizə, yəni gövdəmizin yuxarısında olan orqanlarda olan zərərli maddələr alacaq vena vasitəsilə bizim ürəyimizə gələcək. Aşağı boş vena isə bizim gövdəmizin aşağı hissəsində olan orqanlarda, ətraflarımızda olan zərərli maddələri vena vasitəsilə alacaq, bizim qulaqcığımıza gələcək. Yəni sağ qulaqcığa gələcəkdir ürəyimizə. Burada kapilyarlardır, yəni. Bunu yazandan sonra, yəni bizim böyük qan dövranımız budur. Böyük qan dövranı budur. Aortadır. Buraya yazıram aorta. Aortamızın sayı 1 dənədir. Bunu yazandan sonra keçirəm. Kiçik qan dövranı. Kiçik qan dövranımız isə artıq bizim başlayacaq sağ mədəcikdən. Sağ mədəcikdən başlayır. Bunu nəyə görə mavi edirəm? Ağciyər arteriyası olmasına baxmayaraq, ağciyər arteriyası, biz bilirik ki, arterial damarlarda arterial qan olur. Amma istisnalar var. Deməli, ağciyər arteriyasında arterial damar olmasına baxmayaraq venoz qanla zəngindir. Venoz qanla zəngin olduğuna görə də bunu mavi ilə göstərirəm mən və ağciyər arteriyası yazıram bura. Ağciyər arteriyası. Ağciyər arteriyasının sayı 4 dənədir. Nə olacaq? Deməli, sağ qulaqcıqdan çıxır. Yavaş-yavaş nə eləyəcək bu? Deməli, sağ qulaqcıqdan mədəcikdən çıxır və sol qulaqcığa doğru gələcək. Hansı ilə? Ağciyər venası vasitəsilə. Ağciyər venası. Ağciyər arteriyası başlayın 1 dənədir. Ağciyər venası 4 dənə olacaqdır. Yəni bu da bizim kiçik qan dövranımız olacaqdır. Deməli, belə bir qısa xülasə deyək. Böyük qan dövranımız başlayır. Sol mədəcikdən başlayır, sağ qulaqcıqda bitir. Yəni aorta ilə başlayır, yuxarı aşağı boş vena ilə sağ qulaqcıqda bitəcək. Kiçik qan dövranımız isə sağ mədəcikdə ağciyər arteriyası ilə başlayacaq. Ağciyər arteriyası venoz qanla zəngin qanıdır. Gedir ağciyərlərdə oksigenlə zənginləşdirilir. Ağciyər venası vasitəsilə bizim sol qulaqcığımıza daxil olacaqdır. Yəni ağciyər venası da arterial qanla zəngindir. Həmçinin də biz bilirik ki, mədəciklərlə arteriya damarları arasında aypara qapaqlar olur. Aypara qapaqlar da bu damarlarda olur ki, qan damardan mədəciyə qayıtmasının qarşısını alacaqdır. Bu qədər.